Salam qardaşlar, hər vaxtınız xeyir olsun. Gəncə şəhəri İftara Uçasda, reklama yaxın olan ərazidə, reklam təxminən 200 metr məsafədə yerləşir. Tam yol qırağı ərazidə 94 kvadratda təcili eviniz satışa çıxıbdır. Evin sənədləri tam qaydasındadır, çıxarışı var. Ev tam mərkəz yolun qarşısında yerləşir. Evin qarşısında Şam market var. Mərkəzi küçədədir. Və keçək evin içəri hissəsi ilə sizi tanış edim. Evin tam qarşısında qardaşlar, Oba market yerləşir. Evin tam qarşı hissəsindədir. Və dediyim kimi mərkəz küçədə yerləşir. Qazı, suyu, işığı var, internet xətti var. Sənədlər tam qaydasındadır. Keçək evin içəri hissəsi ilə sizi tanış edim. Bura evin həyat hissəsidir, gördüyünüz kimi və satışa çıxarılan ev qarşıda yerləşir. 94 kvadratda 2 mərtəbəli evimiz satışa çıxıbdır. Ev Jak məhəllədə dediyim kimi Jak məhəllədə yerləşir və evin həyətində 2 ev var. Qonşunun evi və bizim satışa çıxardığımız ev. Evin sadəcə cüzi remonta ehtiyacı var. Yaşayış olmadığına görə evdə remont işi əl gəzdirmək lazımdır. Keçək evin içəri hissəsi ilə sizi tanış edim. Aşağıda podval hissəsi var. 2 otaqdan ibarətdir və mətbəx hissəsi kimi nəzərdə tutulub əvvəllər. Qarşıda göstərək zəhmət olmasa. Bu hissədə mətbəx hissəsi kimi nəzərdə tutulub, amma istifadə olunmur. Və 2 ədəd də podvalda 2 ədəd əlavə otağı var. Ümumilikdə dediyim kimi ev 94 kvadratın içərisində yerləşir. Sənədlər tam qaydasındadır. Keçək ikinci mərtəbə ilə sizi tanış edim. Bura evin mətbəx hissəsidir. Buranı həm mətbəx və qonaq otağı kimi də istifadə etmək olar. Və evin 2 ədəd yataq otağı var. Zəhmət olmasa göstərək. Cüzi yüngül remonta ehtiyacı var. Bura birinci yataq otağıdır. Və əlavə belə koridor kimi otağı var. Və ikinci yataq otağını göstərək zəhmət olmasa. Dediyim kimi qardaşlar, ev 94 kvadratın içərisində yerləşən, çıxarışı olan, sənədlər tam qaydasında olan bir evdir. Sənədlər tam qaydasında, dediyim kimi qazı, suyu, işığı var, internet xətti var və mərkəz yolun tam qarşısında yerləşən bir evdir. Ev kimin üçün maraqlı olsa, səhifədə olan nömrələrdən əlaqə saxlaya bilərsiniz, satışında köməklik göstərə bilərəm. Səhifəmi izləməyi, mənə takib atmağı, mənə dəstək olmağı hər birinizdən xahiş edirəm. Diqqətiniz üçün çox sağ olun.